Ərəb dilində balaca bir işarə ilə sözün mənası necə dəyişir? Buna bir misala baxaq. Dərəsə sözünü götürək. Dərəsə dərs almaq. Də bu ra hərfi, bu da sə. Fikir verin, heç biri bir-birinə birləşmir. Dərəsə. Hərəkələrini qoyaq birinci. Də, ra, sə. Dərs almaq. Sadəcə ra'nın üzərinə bir şəddə qoymaqla mənası dəyişir. Dərrəsə, dərs vermək. Yəni, dərəsə dərs almaqdırsa, dərrəsə dərs verməkdir. Yəni, dərəsə tələbəyə aiddir, tələbə dərs aldı. Dərrəsə müəllimə aiddir, müəllim dərs verdi. Deməli, qarışmasın deyə yenə təkrarlayıram. Dərəsə dərs almaq, dərrəsə dərs vermək. Məsələn, həmələ daşımaq, həmələ daşımaq. Amma mimin üzərində şəddə qoysaq, olacaq həmmələ daşıtdırmaq, kimisə daşıtdırmaq. Həmələ daşımaq, özü daşıyır, həmmələ kiməsə daşıtdırır.